Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım, rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım. Bir çox özəlliyi qatdı da içinə. Dərdim, davam, rəfiqəm, yəni dostum, həmdəmim, ömrüm, yarım, hər şeyi ona bənzətdi. Bax, ardınca deyir: Gülüm, reyhanım, əşcarım, əbirim, əmbərim, udum, dürüm, mirvaridim, kanım, əqiqim, ləlü mərcanım. Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım. Yəni mənim cəfamı ancaq sən çəkirsən deyir. Xudavəndim, cahandarım, əmirim, şahı sultanım. Yəni mənim əmirim də sənsən, sultanım da, şahım da sənsən. Bax, çırağım, şəmumi nurim. Çırağım, nurum sənsən. Ziyamu, yıldızım, şəmsim, ulduzum, ayım, günəşim sənsən. Həzarım, bülbülüm, kəpkim, nəsimi, xoş əlhanım. Yəni nəsimini xoş hal eləyən, ürəyini açan, huzur verən sənsən. İşte Quranda ayə keçir. Sizin qəlbləriniz ancaq Allahı anmaqla huzur tapar deyir. Yəni ancaq elə aram olar deyir. Nəsimi də onu deyir. Mənim qəlbimi ancaq xoşhal eləyən sənsən deyir. Və Nəsiminin bəzi insanlar düşünür ki, bu sistemdə bunu hər hansısa bir xanıma yazmamışdı. O bunu Tanrıya ifadə eləyir. Çünki bir insanın onun sadaladığı özəlliklərdə olması imkansızdır ki, bu qədər bəziyə bilər də, yəni bu qədər onu böyüdə bilər. Hələ İmadəddin Nəsimidən söhbət gedirsə, o bunu öz içindəki və hamımızı yaradan Tanrıya, yaradana belə deyim, xitab eləmiş.